Digər üçüncü mətn isə fədakarlıqdır. Samotverjanность xüsusiyyətidir. Mətni oxuyaq. 2018-ci ilin oktyabrında Avstraliyanın Queensland ştatının səması qaraldı, güclü fırtına qopdu, tennis topu böyüklüyündə dolu yağmağa başladı. Bu vaxt 23 yaşlı Fiona Simpson 78 yaşlı nənəsinin 4 aylıq körpəsinin də olduğu maşını idarə edirdi. Birdən Fiona'nın idarə etdiyi avtomobilin arxa şüşəsi sındı və içəriyə sanki dolu mərmiləri düşməyə başladı. Bir şey qeyd edeyim ki, məsələn, rus bölmələrində bəzi sözləri bilmirlər. Burada biz, məsələn, fırtına sözünə rast gəldi, dolu sözünə rast gəldi. Hansı sözü şagirdlərə tapşırıq kimi həmişə verirəm ki, sınaqlarda və yaxud da mənim onlara təqdim etdiyim mətnlərdə hansı sözü bilmirlərsə, siyahı tutsunlar. Məsələn, mən onlara deyəcəm ki, təbiətlə bağlı sözlər verəcəm. Təbiət hadisəsi ilə bağlı sözlər. Təbii ki, o sözlərin içərisində həmin bu fəlakət, dolu, yəni bunları bilmədikləri üçün digər təbiətlə bağlı, təbiət hadisələri ilə bağlı, məsələn, daşqın sözlərini də əlavə eləyərək şagirdlərə verirəm ki, öyrənsinlər. Deməli, əgər bunları bilmirlərsə, təbiətlə bağlı, yəni bu mövzuda olan sözlərin də bilmirlər. Ona görə də əlavə olaraq belə bir tapşırıq verirəm ki, bunları öyrənsinlər. Yəni, yenidən qayıdıram mətnə. Həmin an Fiona maşını saxlayıb tez arxa oturacağa keçdi. Uşaq oturacağına bənd edilmiş körpəsinin üstünü öz bədəni ilə örtüb onu dolu zərbələrindən qorumağa çalışdı. Ananın bədəni körpəni qoruyan nəyə çevrildi? Burada şagird pərdəyi götürüb, amma pərdə səhvdir. Burada qoruma funksiyasını yerinə yetirən əşya burada qalxandır. Qılınc deyil, paltar deyil, paltar dolu, yəni zərbələrindən xilas edə bilməz. Pərdə də elə, taxta da elə, qalxan idi, qoruyucu qalxan deyirlər. Qalxa da şit. Bu zaman avtomobilin qabaq şüşəsi də sındı və Fiona ön oturacaqda əyləşmiş nənəni qorumaq üçün də səy göstərdi. Bunun üçün körpəsini oturacağın altındakı kiçik sahəyə yerləşdirə bildi. Bura ən təhlükəsiz yer hesab olunurdu. Sonra nənəyə kömək etdi. Ön oturacağın söykənəcəyini açıb nənənin nisbətən təhlükəsiz olan orta hissəyi keçirdi. Dolu Fiona'nın kürəyinə, qollarına, üzünə o qədər dəymişdi ki, bütün bədəni göyərmiş, suluqlamışdı. Anasının bədəni ilə tamamilə örtülmüş körpə isə fəlakətdən yalnız yüngül xəsarətlə qurtula bilmişdi. Həmin axşam ərazidə 330-dan çox təcili yardım çağırışı qeyd alınmışdı. Fırtına evlərin damlarına, avtomobillərinə və əkin sahələrinə ciddi ziyan vurmuşdu. Lakin Fiona'nın qızını, nənəsini qorumaq üçün fədakarlıq edən gənc qadının hekayəsi bütün dünyada məşhurlaşdı. Onun kürəyində, qollarında aldığı xəsarətlərin fotoları mediada sürətlə yayıldı. Və bu hekayə ilə Fiona cəmiyyət tərəfindən əsl qəhrəman kimi qiymətləndirilmiş, hətta mükafata layiq görülmüşdü. Onun özü isə belə deyirdi. Mən sadəcə hər hansı ananın edəcəyi bir şeyi etdim. Baxırıq, nöqtələrin yerinə hansı söz artırılsa kontekstdə daha uyğun olar. Bunu demişdik, qalxandı. Fırtınanın vurduğu ümumi zərər. Biz onsuz da bu mətni əvvəldən axıra qədər fırtına sözünə rast gəlirik. Bu açar söz kimi götürməyək. Çünki bunu tapmaq bizə rahat olsun. Ümumi zərər biz bunu 5-ci abzasda görə bilirik. Məsələn, ümumi zərər həmin axşam ərazidə 330-dan çox təcili yardım çağırışı qeydə alındı. Damlarına, avtomobilinə, əkin sahələrinə ciddi ziyan vurmuşdu. Biz sinonimini tapırıq. Zərər sözünün sinonimi ziyan kimi götürürük və təbii ki 5-ci abzas deyə qeydə alırıq. Bəli, mətndə nədən bəhs olunmur? Ananın qəhrəmanlığına, yəqin ki, şagird bunu olunur kimi götürdüyü üçün cavab C-ni işarə edib, amma C səhvdir. Təbii fəlakətdən danışılırdı.
maddi zərərdən danışılırdı, amma insan tələfatına biz rast gəlmirik. Bəlkə də olub, amma mətndə bu haqda məlumat yoxdur. Biz sadəcə olaraq ehtimal yürüdə bilərik ki, bəlkə də 330 nəfərdən bir nəfər tələf olmuşdur. Əgər bizə ehtimalı soruşsaydı, amma bizdən faktı soruşur, biz də faktı olaraq deyirik ki, insan tələfatından söhbət getməyib. Mətnin giriş hissəsi haqqında yanlış fikir müəyyən edin. Giriş hissə yenə qeyd etdiyim kimi birinci abzası əhatə eləyir. Burada Fiona'nın fədakarlığı haqqında nəticə çıxarmaq mümkün olur. Fədakarlıqdan nəticə çıxarmaq yalnız deməli son abzasda müəyyən olunur. Nəticə hissəsi, yəni nəticə çıxarmaq yalnız nəticə hissəsində mümkündür. Bir də biz bunu yəni izləyərək belə bir nəticəyə gələ bilərik. Amma giriş hissədə yalnız məlumat verilirdi. Məsələn, bəs ondan bütün şəxslərin xüsusiyyətləri haqqında məlumat verilir. Bəli, 23 yaşlı Fiona Simpson, 78 yaşlı nənəsi, 4 aylıq körpə. Bəli. Fikirlərin ardıcıllığı pozulmamışdır. Bəli, heç bir pozulma yoxdur burada. Problem haqqında təsəvvür yaradılır. Bəli, deyir ki, birdən Fiona idarə etdiyi avtomobilin arxa şüşəsi sındı. İçəriyə sanki dolu mərmiləri düşdü, görürük. Haqqında bəhs olunan hadisələrin məkanı zamanı bəlli idi. Bəli, Avstraliyanın Queensland ştatı idi. Üzərində rəqəm yazılmış hansı ifadə həqiqi mənalıdır? Mən həmişə bunu rahat tapsınlar deyə deyirəm ki, olmaq, etmək, bilmək. Adətən bu feillər həqiqi mənada olur, məcazili yaratmır, frazoloji birləşmə yaratmır. Baxaq. Burada bilmək qurtula bilmişdi. 2-dir. Amma digərlərini gəlin yoxlayaq. 1 qurtula bilmişdir. Yox, 1. Səy göstərirdi. Səy özü mücərrəddir. Səy göstərmək, bəli. Məcazi mənadadır. Qeydə alınmaq məcazidir. Ziyan vurmaq. Ziyanı necə vura bilər fırtına? Fırtınanın neysə vurması, bəli, məcazidir. Layiq görülmək məcazidir, bəli. Deməli, biz burada qurtula bilmək sözünü götürürük həqiqi mənada. Altında xətt çəkilmiş cümlədəki fikir əsasında Fiona ilə bağlı müəyyən etmək olar. Mən sadəcə hər hansı ananın edəcəyi bir şeyi etdim. Burada öz fədakarlığını şişirtdiyini xeyr şişirtmir. Əksinə təvazökardır. Bütün anaları dəyərli hesab etdiyini, bəli, orada elə deyir. Hadisənin nəticəsini düzgün qiymətləndirmədiyini, xeyr, burada belə bir hadisə yoxdur. Təvazökar olduğunu, bəli, biz burada onun təvazökarlığını görə bilərik. Bir də bütün anaları dəyərli hesab etdiyini görə bilərik. 2-4. Mətndə bu nəticəni çıxarmaq olar. Bu hekayə yalnız Avstraliyada məşhurlaşır. Xeyr, burada belə bir söz vardı ki, bütün dünyaya yayılır. Avtomobilin bütün şüşələri sınır. Xeyr, burada deyir ki, arxa şüşəsi, sonra da ön şüşəsi. Biz bilmirik ki, arxa şüşələri demir, ön şüşələri demir. Yəni, ona görə də biz dəqiq deyə bilmərik ki, orada bütün şüşələr sınmışdı. Körpənin arxada oturulmasında ananın səhvi var idi. Xeyr, səhv yox idi. Qaydalara uyğun idi. Nənə heç bir xəsarət almır. Bu haqda da məlumata rast gəlmirik. Aldığını, almadığını ehtimal yürüdə bilərik. Ancaq Fiona'nın məşhurlaşmasına medianın rolu fakt idi və media nəticəsində sürətlə yayıldı. Bu ifadəyə görə biz cavab yeni götürürük. Fiona ağıllı və tədbirli idi, fikrini deyir, əsaslandırın. Biz burada ağıllı gördüyü işləri, cümlələri qeyd edəcəyik. Məsələn, uşaq oturacağına bənd edilmiş körpəsinin üstünü öz bədəni ilə örtüb onu dolu zərbələrdən qorumağa çalışdı. Sonra burada ön oturacağın söykənəcəyini açıb nənənin nisbətən təhlükəsizliyi olan orta hissəyə keçirdi. Deməli, o ağıllı davrandı deyə təhlükəsiz oldu. Hər üçü üçün də. Biraz özünə zərər dəymişdi, amma o da normal idi. Bu qədər. Əgər dinləmə mətnini də tapsam, təbii ki, OTK öz səhifəsində paylaşacaq. Lazım olsa o haqda da bir video çəkərəm. Sağ olun.